Taxtın mərkəzində Targovuda bu gecə 19 yaşlı gənc bıçaqlanaraq öldürülüb. Əmisi şübhəli kimi saxlanılıb. Bakının mərkəzində 19 yaşlı oğlan qətlə yetirilib. Hadisə gecə saatlarında Targovu kimi tanınan ərazidə Bəşir Səfəroğlu küçəsində baş verib. Hadisə bu ərazidə qeydə alınıb. 19 yaşlı Yasin İbadov kəsici deşici alətlə bıçaqlanıb. Hadisə yerinə dərhal polis əməkdaşları və təcili yardım briqadası cəlb olunub. O xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə isə elə onun əmisi Babək İbadov şübhəli şəxs qismində saxlanılıb. Mərhum bu ilin yayında Türkiyədən Azərbaycana gəlib və burada əməliyyat olunubmuş. Babək İbadovun isə əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı ortaya çıxıb. Hadisə gecə saatlarında törədildiyindən ərazidəki şəxslərin xəbəri olmayıb. Faktla bağlı Nəsimi rayon prokurorluğunda istintaq aparılır. Fidan Əsədli, Vüsal Cəfərov, Ayaz Süleyman Soy, Xəzər xəbər.